Günəşdə 1,2 bal gücündə güclü alışma baş verib. Bu barədə iyunun 18-də Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib. Bakı vaxtı ilə təxminən saat 2-də Günəşdə ən yüksək X səviyyəli alışma qeydə alınıb. Hadisənin ilkin qiyməti X1,2-dir. Alovlanmanın maksimal həddi Bakı vaxtı ilə saat 01:49-da müşahidə edilib, nəşr yazır. Laboratoriyanın müşahidə etdiyi ayın ən böyük iki alışması M8,4 və M6,3 səviyyələrində qeydə alınıb. Əvvəlki alışmalar əhəmiyyətli kütləvi atılmalarla müşahidə olunub, lakin onların trayektoriyaları planetlərin müstəvisindən yuxarı keçib. Mütəxəssislər təklif ediblər ki, Günəşin maqnit sahəsinin qlobal konfiqurasiyası son 2 gündə əhəmiyyətli dərəcədə dəyişməyibsə, yeni kütləvi atılmanın yerə təsir göstərməməsi ehtimalı var. Qeyd edək ki, iyunun 13-də yer kürəsində maqnit qasırğası başlayıb və G2,3 səviyyəsinə çatıb. Alimlərin fikrincə, daha sonra planet geomaqnit indekslərində güclü dalğalanmalarla mürəkkəb geomaqnit şəraiti dövrünə qədəm qoyub.